Nə şirin xanımdır bu. Allah saxlasın. Adamın lap əti tökülür. Bəli, ətimiz tökülür. Deyəsən tökülən ətlərimiz də elə xanım Günəşlinin bədənində cəm olub. Məsələ burasındadır ki, xanımın bədən standartları normal qadın standartlarından çox-çox üstündədir demək istəyərdim, amma çox-çox altındadır. Niyə? Bu xanımın bir zamanlar toylarda olan bir ifasını görmüşdüm. Çox İsmətli xanıma bənzəyirdi. O xanımdan bu insana, xanıma demək istəmirəm, bu insana necə gəldi, nə dəyişdi o arada bilmirəm. Deyəsən, səsi ilə gündəmə gələ bilmədiyini anlayanlar sözün əsl mənasında bədəni ilə gündəmə gəlmək istəyir. Və işin ən biabırçı tərəfi bilirsiniz nədir? El arasında gözəl bir söz var, deyir ağası gülüm olanın başına külüm olar. Bu cür xanımları nə qədər ki efirimizin bəzəyi, nə qədər ki toylarımızın bəzəyi eləyəcəyik, həm onlar qədər düşüncəsiz və ağılsız olacağıq. Güc bəlayla qazandıqlarınızı nə qədər ki bunlara yedirdəcəksiniz, özlərini şirin göstərməyə çalışan, ara sıra da sizi işarə göstərib, yəni məni pullu toylara dəvət eləyin deyən bu insanlara hörmət eləyənlər. Nəzərə alın ki, bu cür insanlar əslində özlərinə hörmət eləmir. Qalmışdı ki, sizə hörmət eləmək və siz də ondan daha hörmətsiz görsənirsiniz. Niyə? Niyə bu cür insanları bu qədər tənqid edib, təhqir edib, gündəmə gətirib daha sonra nəticə çıxartmaq yerinə onu daha da şöhrətləndirib, şirnikləndirirsiniz? Bizim efirlərimiz artıq Şəbnəm Tovuzludan, Damladan, yaxud da ki, xanım Tovuzlu adını unutdum, yaxşı ki unutmuşam, yaxud da ki bu cürlərindən ibarət olmamalıdır. Bugün hansısa bir meydanda bir alim, bir hansısa təhsilli jurnalist gəlib orada dərs verməyə çalışsa, o ərazi bomboş olacaq. Amma bu cür insanlar olanda hər kəsin əlində telefon gündəmə gəlməyə çalışır. Sadəcə ayıb olsun. İstər bu xanıma, istər o xanımdan mədət umub özünü gündəmə gətirən o xanımlara. Sadəcə ayıb olsun.